Azərbaycanda əmək münasibətlərində ayrı-seçkiliyin və seksual qısnamanın yol verilməzliyinin təmin edilməsi məqsədi ilə bu ilin iyun ayına qədər qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcək. Dünya Bankı qrupunun Business Ready hesabatının işçi qüvvəsi indikatoru üzrə 2026-cı il üçün yol xəritəsində bu barədə məlumat əks olunub. Sənədə əsasən ölkədə əmək münasibətləri və məşğulluq sahəsində qanunvericilik islahatlarının aparılması nəzərdə tutulur. O cümlədən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin aidiyyatı dövlət qurumları ilə razılaşdırılmasının bu ilin iyun ayına qədər yekunlaşması planlaşdırılır. Bununla yanaşı əmək haqqından tutulmalarla bağlı müddəaların beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də təkliflərin hazırlanması nəzərdə tutulur. Yol xəritəsində uşaqların əmək hüquqlarının pozulmasının qarşısını almaq məqsədi ilə inzibati məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanaraq öz əksini tapıb. Eyni zamanda fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında Milli Texniki Reqlamentin təsdiqi ilə bağlı qərar da layihə formasında hazırlanması nəzərdə tutulur və təcrübəçi kimi əmək fəaliyyətinə cəlb olunmuş şəxslərin hüquqi statusunun normativ hüquqi aktlarla tənzimlənməsi də planlaşdırılan məqamlar arasındadır.